Salamlar, necəsiz? Yeni növ podkastımızın ikinci bölümündə hər birinizi xoş gördük. Hər bazar günü saat 10-da yayımlayacağım bu podkastı qaçırmamaq üçün bildirişlərinizi açıq saxlayın və kanala abunə olmağı unutmayın. Bugün mən sizə ən azından 3-4 karyera mentorluğu, karyera koçluğu seansını qənaət edəcək və sizin bir çox problemlərinizi həll edəcək bəzi mövzulara toxunacağam ki, mənə coachingdə çox gəlir bu suallar ki, mən necə eləyə bilərəm, mənim niyə bu problemim var, mən hər şey eləyirəm, amma yenə də bu problemlə üzləşirəm. Bugün bu mövzudan danışacağıq və bu 15-20 dəqiqənin sonunda bəlkə də bir neçə ayda almadığınız nəticələri alacağınızı söz verirəm sizə. İlk öncə gərək mənim ən sevdiyim metodologiyama problemlərin kök səbəbinə baxmağa və ümumiyyətlə hansı problemdən danışırıq. Mənə coachingdə ən çox gələn suallardan biri odur ki, mən sertifikat almışam, təhsil almışam, çox şey yoxlamışam, öz üzərimdə çox çalışıram, amma yenə də istədiyim işi tapa bilmirəm. İntervyulara gedirəm, imtina alıram, sonra gedirəm, yenə kurs götürürəm, yenə təlimə gedirəm, amma sonunda yenə də nəticə ala bilmirəm. Və mənə əslində təəccüblü gəlir ki, insanlarda bu sual yaranır. Çünki onlar düşünürlər ki, bakalavr oxumaq, 4 il universitet bitirdim, 2 il magistr oxudum, doktorantur oxudum, kurslara getdim, dil öyrəndim. Və yəni bunlar nə bildiyimiz, onlar düşünürlər ki, işə götürənlərə maraqlıdır. Ümumiyyətlə korporativ olsun, dövlət işi olsun və bir çox insan da mən ilk dəfə karyerama başlayanda təcrübəçi kimi HR sahəsindən başlamışam və işə götürmək üzrə. Və bu mənə imkan verdi ki, doğrudan da çox kiçik yaşlarımdan, hətta 19 yaşım var idi mənim o vaxtı, beynəlxalq bir şirkətdə çalışarkən insanların və biraz daha ilk işə girmə perspektivindən yox, işə götürən perspektivindən hadisələr görməyə başladım. Ona görə də və anlayıram da ki, mənə çox təbii, çox sadə gəlsə də bu məntiqlər bir çox insan anlamır ki, necə işləyir əslində bu proses, niyə, hansı insanları işə götürürlər, hansılarını götürmürlər, nəyə əsasən seçirlər, necə eləyə bilərsiniz ki, siz seçiləsiniz. Bunun üzərinə fokuslanmaq istəyirəm. Və ümumiyyətlə də marketinqdə də mən bu sosial mediam üçün, ümumiyyətlə YouTube üçün araşdıranda ki, necə eləmək olar ki, mən verdiyim dəyəri qarşımdakına çatdırım. Yəni mən ola bilər ki, çox ağlıyam, ola bilər çox məlumat bilirəm, çox kitab oxumuşam, amma mən onu sizə çatdıra bilmirəmsə, bunun sizin üçün heç bir dəyəri yoxdur. Və əslində bir növ işə götürən psixologiyasını anlamaq üçün də siz bir müştəri olaraq, bir izləyici olaraq qarşınızdakı insanlardan, blogerlərdən nə gözlədiyinizi düşünsəz, əslində eyni məntiqdir. Necə? Məsələn, mən araşdıranda gördüm ki, marketinqdə siz Instagramda məsələn bir post yazıramsa, mən öz adımdan danışım. Mən əgər orada yazıramsa ki, hansı bir dəyər, mən sizə bunu öyrədə bilərəm, mən sizə bunu bu probleminizi həll edə bilərəm. Mən sizin problemlərinizə fokuslanıram, öz problemlərimə yox. Və yaxud mən çıxıb desəm ki, bilirsiniz, mən 3 dil bilirəm. Sizin sualınız olacaq ki, bu mənə nə verir? Yəni mən bu mənə niyə deyirsən? Məlumat mənə nə verməlidir? Ki də bilirsən, özün üçün bilirsən. Eyni şeydə işə götürənlər eləyir. Bir çoxumuzun elədiyi səhv odur ki, biz intervyuya gedəndə nə olduğumuzu, nə etdiyimizi və nə bacardığımızı onlara deyirik. Okay, mən 3 dildə danışa bilirəm və yəni bu sizə heç nə vermir. Bu sizin bacarığınızı göstərir. Amma işə götürənin məqsədi nədir? Sizə işə götürsün və sizin orada hər gün 8 saatınızı xərcləməyinizə pul qazansın. Yəni sonda çox sadədir. Hər bir şirkətin, əgər bu non-profit gedir, yəni gəlirə işləməyən bir şirkət deyilsə, xeyriyyə cəmiyyəti deyilsə, hər bir şirkətin sonda bir hədəfi var ki, xeyir gətirsin, pul gətirsin. Və siz də intervyularda onlara o pulu gətirməkdə onlara necə kömək edə biləcəyinizi izah eləməlisiniz. Yəni bir çoxumuz düşünürük ki, biraz da belə uşaq pozisiyasından ki, mən gəlib deyəcəm ki, mən bunu bilirəm, bunu əzbərləmişəm, bunu öyrənmişəm və o çox belə şey olacaq. Ay da bu dəqiqə səni işə götürür, çox supersən, çox ağıllısan. Əslində isə belə olmur. Nə olar sizin potensialınıza investisiya eləyirlər, nə təhsilinizə. Məsələn, mənim magistr təhsilim yoxdur, amma mən bakalavrı bitirməmişdim. Hətta 3-cü kursdan bəri çalışmışam, təcrübədə olmuşam və heç vaxt əksikliyi hiss eləməmişəm ki, kimsə magistr oxuyub, mənim bakalavrım var, sadəcə mənim yarımçıq ali təhsil gedir deyəsən. Heç onu hiss eləməmişəm ki, kiminsə magistr diplomu var, magistr oxuyub 2 il gedib gəlib, amma mən oxumamışam. Yəni xaricdə oxuyanlar belə, yəni bunu rahatlıqla deyə bilirəm mən artıq. Neçə ildir? 2000, yəni son 6-7 ildir korporativdə keçirmiş bir insan olaraq bunu rahatlıqla deyə bilərəm ki, heç kimə maraqlı deyil. Sizin diplomlarınız bu sadəcə belə pis olmaz dedikləri bir şeydir. Amma təsəvvür edin ki, siz çox yaxşı bir satış insanı ola bilərsiniz
və bu şirkətə gətirə biləcəyiniz pullar, müştərilər, onlar üçün də maraqlıdır, nəinki sizin diplomlarınız. Və çox da önəmlidir ki, biz ilk öncə intervyuya gedəndə o şirkətə nə qata biləcəyimizi özümüz üçün müəyyənləşdirək. Mən 3 dil bilirəm, yox. Mən müştəri münasibətlərində 3 dil bilərək hər seqmentdən fərqli-fərqli müştəri xidmətlərində olan müştərilərlə bağlı sizə dəstək göstərə bilərəm. Bu onlar üçün önəmlidir. Və yaxud da ki, mənim çox güclü layihə idarə etməsi sertifikatım var. Mən layihə idarə etmə sertifikatını almışam. Okay, getdin bu sertifikatı aldın. Sən burada nə dəyər götürdün? Nə aldın? Bunu işdə necə istifadə edəcəksən? Məsələn, sən bir bankda işləyəcəksənsə, bankda hansı layihəyə dəyər verməyi düşünürsən? Burada necə bir sənin qatqın ola bilər? Yəni əslində çatdırdığımız reallıq eyni şeydir. Yenə də siz sertifikat almış biri olursunuz və yaxud da ki, hər hansı bir bacarığınız var, dil bacarığınız, ola bilər kompüter bacarığınız. Amma bunu formalaşdırmaq, yəni bunu doğrudan da satış formatında və doğrudan da satış elə bir sahədir ki, hər birimiz bilməliyik. Çünki biz hər anımızda nəyisə satırıq. Bir ideyamız var, kimisə razı salmağa çalışırıq, ideyanı ona satırıq. İşə qəbul olmağa çalışırıq, özümüzü satırıq qarşındakına. Yəni onu bir növ pazarlama deyirlər, bizə daha yaxındır o söz ki, siz onu bir növ qarşındakı üçün müştəriniz kim olursa da məsələn, onun üçün maraqlı formaya gətirirsiniz. Onun sizə ehtiyacı olduğunu göstərirsiniz. Özünüz üçün ehtiyac yaradırsınız. Yəni ola bilər də ki, siz çox yaxşı bacarıqlarınız da olmaya bilər. Başqasından çox daha aşağı bir təhsiliniz də ola bilər, amma siz özünüzü, öz dəyərlərinizi, öz bacarıqlarınızı düzgün formalaşdırmağı, yəni ifadə eləməyi, mən ola bilər ki, sadəcə sənəd yoxlama işində çalışmışam. Təcrübə müddətim sadəcə sənəd yoxlamaqla keçib. Amma mən bunu formalaşdırsam ki, mən məsələn çox diqqət tələb edən bir işdə çox diqqətçiləm və mən o rolda tələb olunan bacarıqların hamısına sahibəm. Mən buna bağlı təcrübəm var. Bu da əslində bizi irəli aparan, bu da əslində bizi düzgün işdə, düzgün vaxtda və yaxşı maaşla təbii ki, işə götürülməyimizi təmin edən çox maraqlıdır ki, bir çox insan əslində çox sadə bir məntiqi buraxır və çox belə dərinlərə gedir. Problemin kökünü çox daha fərqli yerlərdə axtarır, amma əslində çox sadədir. Siz qarşınızdakına sadəcə onun üçün nə edə biləcəyiniz, bir növ onun məntiqini düşünün ki, mən onlar üçün nə edə bilərəm? Çünki onlar fikirləşir ki, okey, mən səni işə götürürəm, mənə necə bir dəyər qatacaqsan, necə pul gətirəcəksən, nə dəyər qatacaqsan, HR-sansa məsələn, mənim əməkdaşlarımın rifahını necə yaxşılaşdıracaqsan ki, onlar mənə pul gətirsin. Ola bilər belə birbaşa yox, belə indirekt yollarla siz ora pul gətirəsiz, dəyər gətirəsiz, nəsə bir qatqınız olsun. Amma bu hər bir halda elədir və bir çoxumuz da fikirləşir ki, filankəs məndən daha az ağıllıdır, filankəsin məndən təhsili aşağıdır, təcrübəsi azdır, nə bilim məndən az şey bilir, amma vəzifəsi artmalıdır, amma daha yaxşı maaş alır. Amma rəhbərliyin gözündə daha yaxşı yerdədir və biz belə qalırıq ki, a bəs mən ondan yaxşı bilirdim axı, bəs mən daha çox bilirdim. Amma baxsanız siz başınızı aşağı saldığınız, sadəcə öz işinizi göstərmədiyiniz, özünüzü pazarlamadığınız bir yerdə o insanlar ən kiçik gördükləri işi belə dəyərini bilir və o dəyəri göstərə bilər başqalarına. Yəni burada ən vacib olan nüans da budur ki, biz birincisi özümüz anlayırıq o dəyəri. Mən nə qatıram bu şirkətə, mən nə qata bilərəm bu şirkətə? Mənim bu bacarıqlarımı bu rolda necə istifadə edə bilərik? Ola bilər ki, sizin əvvəlki rolunuz yaxud heç işləməmisiniz. Təhsiliniz çox dəxilsiz bir sahə ola bilər. Riyaziyyat müəllimi işləmiş ola bilərsiniz, amma layihə rəhbəri olmaq istəyirsiniz. Bu ikisini əlaqələndirə bilməlisiniz. Riyaziyyat müəllimində keçdiyiniz dərslərin layihədə hansı sahədə uğurlu ola biləcəyini siz deməlisiniz. Yəni bir çox insan da gedir və o suala ki, sizi niyə işə götürməliyik? Sizcə bu nə dəyər qatacaqsınız bizim şirkətimizə? Niyə bu rolu seçmisiniz? Bu suallara cavabsız gedirlər və nəticədə də onlar qarşındakına da çox belə qeyri-müəyyən, özgüvənsiz görünürlər və doğrudan da iş görüşmələrində ən vacib nüanslardan biri, birinci sizin özünüzə inanmağınızdır. Əgər siz inanmırsınızsa ki, uğurlu olacaqsınız, getməyin o intervyuya. Test eləmək üçün gedə bilərsiniz, təcrübə qazanmaq üçün, stressinizi azaltmaq üçün gedə bilərsiniz. Amma o rola işə götürülməyəcəyinizə arxayın ola bilərsiniz. Çünki bu elə bir şey deyil ki, başqaları, ay yox, mən özümü çox aşağı görürəm, amma başqaları məndəki potensialı görsün. Bu heç vaxt belə olmur. Nə vaxt ki, biz özümüzdəki potensialı görürük, nə vaxt biz başa düşürük ki, mən nə qatıram, belə bir söz var, mən bu masaya nə gətirirəm.
onda qarşınızdakı da anlayacaq ki, siz masaya nə gətirirsiniz. Bu həmçinin də keçərlidir, təkcə iş üçün yox. Bu həmçinin keçərlidir dostluq münasibətləriniz üçün, sevgi münasibətləriniz üçün. Hər bir münasibət formasında önəmlidir ki, siz qarşınızdakının həyatına, işinə, ümumiyyətlə karyerasına nə qatdığınızı anlayırsınızsa, o insan da anlayacaq bunu və o insan da artıq sizin haqqınızda belə bir dəqiq şəkil formalaşacaq. O anlayacaq ki, sizə itirsə nə baş verər? Bu işvərənlər üçün də çox önəmlidir. Okay, işə qəbul ola bilərsiniz, amma siz davamlı şəkildə xatırlatmalısınız ki, mən nə iş görürəm, mən nə dəyərlər qatıram, mən filan problemi həll elədim. Bu çox önəmlidir. Ola bilər ki, siz yeni bir şey eləmirsiniz, amma olan bir problemi həll edirsiniz və bu da artıq çox böyük bir nəticədir. Çünki siz onlara vaxta qənaət edirsiniz, resursa qənaət edirsiniz və davamlı şəkildə də bunu göstərərək ki, mənim əvvəlki işlərimdə həmişə olub ki, nə vaxt əvvəlki şirkətlərdə çalışmışam, çalışdığım insanlarda həmişə şərh almışam ki, mən sənə yenə işləmək istəyirəm. Tamam fərqli bir şirkət olsa belə, fərqli bir rol olsa belə. Hətta bir menecerim var idi, o deyirdi ki, mənə hara getsəm də səni özümlə aparacağam. Ki, yəni mən bunu çox eşitmişəm. Anlamırdım bir müddət ki, niyə bunu mən eşidirəm, amma sonra ətrafımdakılara baxa-baxa gördüm ki, mən nəyi fərqli eləyirəm. Mən onu fərqli edirəm ki, mən ilk öncə öz işimin dəyərini bilirəm və ətrafımdakılara bunu belə şişirtməklə, böyük-böyük danışmaqla, gözə soxmaqla eləmirəm belə. Biraz pis çıxsa da, bunu sadəcə qədrini bilə-bilə və dəyərli kommunikasiya ilə eləyirəm məsələn. Mən əgər deyirəmsə ki, filan bir problem var idi, çox insan məsələn bunu səhv eləyir. Bir problem var, gedirlər o problemi həll eləyirlər, heç kimə demirlər. Yox, mən paylaşmaq istəmirəm. Nədir ki, balaca bir şey idi, həll elədim. Nə bilim, ay yox, saatlarını xərcləyirlər, amma heç kimə demirlər ki, belə bir problem var idi və mən bunu həll elədim. O demək deyil ki, siz şikayət etməlisiniz. Amma ki, şikayət eləyə də bilərsiniz bəzi məqamlarda, amma o demək deyil ki, siz bunu gizləməlisiniz. Çünki bir çox insan da hətta düşünür ki, mən başımı salıb işimi görəcəm və insanlar da orada mən tanıyanlar qədrimi biləcək. Yox, heç eləmək lazım deyil. Səni bilən bilir, sənin işini görən görür. Belə deyil. Belə heç vaxt işləməyib, heç vaxt işləməyəcək. Siz əgər işdə də bir şey görürsünüzsə, bu bunu səsləndirməlisiniz. Falan bir problem var idi, mən buna vaxt xərclədim və bu problemi kökündən həll elədim. Səhər bir gün əgər siz kommunikasiya eləməsəz, heç kim sizin dəyərinizi bilməyəcək. Və növbəti vaxtda gələndə ki, artıq nəzərə alıram ki, artıq siz intervyuda qəbul almısınız bu arada. Çünki bunları elə siz mütləq qəbul alacaqsınız. Və əgər siz başa düşsəniz və artıq işdəsiz, növbəti dəfə kimisə vəzifəsini artırmaq lazım gələndə, maaşını artırmaq lazım gələndə, siz necə düşünür rəhbərlər? Mən bu adam haqqında nə eşitmişəm? Onlar gəlib sizdən soruşmayacaq. Sən bu il neynəmisən? Onların ağlında ki, kimlər var? Kimin ki adını daha çox eşidiblər? Kimin ki uğurları, kimin ki haqqında kimsə gəlir danışır? Bu adamlar haqqında daha çox fikir formalaşır onlarda və hər dəfə də bilirsiniz də, yəni vəzifə artımıdır, iş artımıdır, maaş artımıdır. Bunlar hamıya verilən bir şey deyil, limitli sayda verilir və hər zaman da kimin ki adı çox eşidilir, kim ki gözü önündədir, onlar qabağa çəkilir. Heç kim gedib axtarmır ki, filan kəs çox sakitdir, gedim görüm o nə işlə məşğuldur. Bəlkə ona vəzifə artımı verim. Belə işləmir. Onlar düşünürlər ki, okey, əgər məntiqli bir insan əslində gördüyü işin dəyərini bilir və dəyərli bir iş görəndə də bunu başqalarına çatdırır. Başqalarına çatdırmasa, birbaşa gəlib rəhbərinə də çatdırmasa ki, hə, mən bu gün bunu elədim, sabah bunu elədim, birisi gün bunu elədim. Ətrafındakı insanlar onu görür, yəni onlar paylaşır, bölüşür ki, bilirsiniz belə bir şey var idi, onu bir dənə qəşəng həll yolu tapdım. Çox gözəl oldu. Çox yəni bu demək öz-özünüzü tərifləyib. Mən belə ağlayan, mən belə superam. Amma mən faktlardan danışmaqdan söhbət gedir burada. Amma necə ki işlərimizi şişirtmirik, eyni zamanda onları kiçiltmirik də. Ay çox balaca bir şeydir. Nə var idi orada? Həm hamı həll eləyə bilər, hamı eləyə bilərdi. Hamı eləyə bilərdi, amma kim elədi? Sən elədin. Bunun dəyərini bilmək lazımdır. Nə vaxta qədər ki biz düşünəcəyik ki, mən necə də o yaxşı oğlan, yaxşı qız sindromu ilə ki, mən heç kimə deməyim, özümü baş aşağı aparım, sakit olum, danışmayım. Nə bilim mən çox belə ay birdən şey eqolu görünərəm, ay birdən düşünürəm. Ona görə də həm şəxsi həyatda, həm münasibətlərdə, həm bütün sferalarımız həyatımızın ilk öncə öz dəyərimizi anlayırıq. Daha sonra isə bu dəyəri çatdırırıq qarşımızdakına. Heç kim məcbur deyil ki, sizə vaxt xərcləsin, ümumiyyətlə sizi araşdırsın, gəlsin sizi qurtarsın, görün burada nə var, altında nələr var. Bu belə deyil. Ən qısa yol həyatda odur ki, siz öz dəyərinizi biləsiniz və öz dəyərinizi başqalarına çatdırasınız və həyatınız çox da asanlaşacaq ki, siz heç kimin dalınca qaçmayacaqsınız, başqalarına da bu qədər vaxt sərf eləməyəcəksiniz və əslində kommunikasiyanız da çox yaxşılaşacaq, çünki
o insanlarla danışmaq, o insanlarla kommunikasiya qurmaq, işləmək daha rahatdır ki, harda ki onlar problemlərini deyirlər, açıq uğurlarını deyirlər, nə istədiklərini rahat deyə bilirlər. Nəinki biri belə pasiv-aqressiv deyirlər də ki, belə Smurqan sallayıb belə oturub siz gəlirsiniz ki, hə nə olub, nə problemin var? Deyir, nə bilim, bilmirəm. Yəni bu insanlarla heç kim danışmaq istəməz. Eyni şey də bizim iş həyatımızla bağlıdır. Ona görə də bu tövsiyəmi mütləq yoxlayın. Növbəti dəfə intervyunuzda və yaxud işləyirsinizsə, iş həyatınızda bunu mütləq yoxlayın və çox qısa zamanda həyatınızda ilk öncə belə diskomfort yaranacaq ki, ayda mən bunu necə deyim, birdən belə fikirləşərlər, yəni də mən sıxılır adam. Amma eləyin, görəcəksiniz və mənə təşəkkür edəcəksiniz ki, bu qədər sadə bir şey, bu qədər, yəni hamımızın eləyə biləcəyi bir şeydir. Demirəm sizə gedin təzə bir şey öyrənin, bir şey pul ödəyin, gedin vaxt xərcləyin. Olan bir şeyi sadəcə düzgün formalaşdırmaq öyrənin. AI-dən istifadə edə bilərsiniz. Əgər bunu praktika eləmək istəyirsinizsə və doğrudan da çox çətin gəlirsə sizə ki, çox narahat oluram, özümü belə rahat hiss edə bilmirəm. Tövsiyə edirəm ki, bir koçla çalışasınız. Bu mən ola bilərəm, başqa bir koç ola bilər və sizə doğrudan da praktikalarla kömək eləyə bilər ki, ümumiyyətlə bunu necə eləyə bilərsiniz? Necə eləyə bilərsiniz ki, qısa müddətdə bu diskomfortdan azad olasınız və daha rahat fikirlərinizi ifadə eləməyi, özünüzü göstərməyi, öz bacarıqlarınızı formalaşdırmağı anlayasınız. Hətta mən bu yaxınlarda bir özünə sevgi sprinti adında bir məhsul buraxmışdım. Harda ki, məsələn, çox insanda görürəm ki, bu problemi özlərini tanımırlar. Məsələn, deyəndə ki, intervyuda çox sual verilir ki, güclü tərəfləriniz nələrdir? Düşünürlər ki, mənim güclü tərəfim nədir doğrudan? O qədər özlərinə yatdılar, o qədər ancaq neqativlərini görməyə öyrəşiblər. Onu da çox kiçik bir məbləğə Nova saytında yerləşdirmişəm, hansı ki, mənim öz platformamdır. Orada yerləşdirmişəm ki, sadəcə bir 9 manat belə nə deyirlər, simvolik bir qiymətlə qoymuşam ki, məsuliyyət hiss eləyəsiniz onu doldurmağa. Çünki bu bir günlük bir materialdır. 28 gün hər gün girib orada öz qeydlərinizi yazmalı olduğunuz, özünüzlə bağlı sual cavablandırmalı olduğunuz bir materialdır. Və bu sizə kömək edir ki, artıq 28 gün özünüz haqqında 28 fərqli cəhətdən məlumat toplayırsınız və həmin sprintin sonunda doğrudan da sizə çətin gəlmir artıq öz uğurlarınızı bilmək, öz yaxşı tərəflərinizi bilmək, özünüzün nədə yaxşı olduğunu göstərə bilmək. Çünki birinci tanış olmalısınız o tərəfinizdən, daha sonra ötürməlisiniz bunu. Və çox da tövsiyə edirəm ki, bunun üzərində çalışasınız, praktikalar eləyəsiniz. İnternetdən də tapa bilərsiniz bunları. Amma yaxşı da olar ki, əgər sizə çox çətin gəlirsə və bunu heç vaxt eləməmisinizsə, bir coach və ya belə bir proqramla çalışasınız ki, self-paced deyirlər də, öz sürətinizlə eləyə biləcəyiniz və özünüzün keçə biləcəyiniz bir yoldur. Sadəcə orada yönləndirmələr var. Belə mənim bu günlük sizə deyəcəklərim bu qədər. Çox xoş oldu danışmaq. Yəni bu videonu da gecə saat 12-də qeyd edirəm, amma çox belə ilham gəldi doğrudan da ki, bu mövzunu bu gün çatdırmalıyam sizə ki, artıq bir gün belə istəmədim ki, insanlar bu problemi həll eləmədən həyatlarına davam eləsinlər. Sizləri çox sevirəm. Yaxşı ki varsınız. Siz mənim doğrudan da xəyallarımı gerçəkləşdirdiyim bir nə deyirlər ona, audiensimsiz. Çox sağ olun ki, məni dinlədiniz. Növbəti podkastlarda görüşənə qədər.